Azərselin bu həftəki şanslı abunəçiləri arasında ən çox sevinən yəqin ki Elmin bəydir. Bugün toyu olan qalibə ən xoş hədiyyələrdən biri də burada qazanacağı mükafat olacaq. Mən hal-hazırda 1000 manat var. Yəni ola bilər ki, maşında qalib ola bilərəm. Heç şübhəsiz ki, bütün qaliblər avtomobilin ona qismət olmasını arzulayır. Bundan qabaq bir neçə dəfə SMS göndərmişdim, amma açığı deyim, biraz şübhə ilə yanaşırdım. Artıq mənim şübhələrim özünü doğrultmadı. Maşın qazanmağa arzulayıram, o da ikinə qismət olaraq. Avtomobil qazanmaq istəyərdim. Davam edəcək, nə qədər lazımdır. SMS göndərdim, qismət düşdü. Maşın da ki, kimə küçdə Allah xeyir versin. Birazdan avtomobil və 1000 manatın qalibləri bəlli olacaq. İştirakçılar öz şanslarını sınayırlar və avtomobil qalibi bəlli olur. Bu həftə Toyota Ağcabədiyə getdi. Bu günlərdə maşını udum. 82, 82-28'de. Çok sağ olun, çok sağ olun. Allah sizden razı olsun. Keçən həftələrdə avtomobil qazanmış Adil bəyin də evində qonaq olduq. Adil bəyin qonşusu və qardaşı ilə söhbət zamanı onların da bu xəbərə əvvəlcə inanmadıqlarını, amma maşını gözləri ilə gördükdən sonra sevindiklərini öyrəndik. Maşın uddu, çox sevindik. Yəni bütün ailəmizlə çox sevindik. Bugün yaxınlarda eşitdim Arif maşın udduğunu, çox şad oldum, sevindim. Arif bəy də sevincini paylaşdı. Yəni bu şans elə bir ki, mənə açıldı. Maşın yəni mənə qismət oldu. 7 nəfər arasında bu oyun keçirildi, tiraj təzədən keçirildi. Orada maşın mənə qismət oldu. Artıq onun qohumları da bu kampaniyada iştirak etdiklərini deyirlər. Biz də SMS göndərik, Allah hamıya qismət eləsin.